Səmada sayrışan işıqlar, oğurlanan insanlar, sirri açıla bilməyən hadisələr. Həqiqətənmi bütün bu baş verənlərin səbəbləri məchuldur? Həqiqətənmi yer kürəsi kosmosdan gələn və yad planetlə adlandırdığımız varlıqların səfərlərinə məruz qalır? Dəri başdan deyək ki, cavab xeyirdir. İndi keçək niyəsinə. İlk növbədə ona görə ki, bu mövzuda indiyə qədər dəlil kimi göstərilən heç bir sübut elmi camiənin prinsipial bariyerindən keçə bilməyib. Sual oluna bilər ki, bu kəskin əminlik nədən qaynaqlanır? Cavab budur ki, bəşər tarixi təşəkkül tapandan, ələlxüsusda elmi intibah dövrünə qədəm qoyulandan bəri bu prinsipial mövqe bizi yanıltmır. Baxın, xətalarımız olmayıb demirik. Burada söhbət hansısa fərziyyə, nəzəriyyə yaxud iddianın təsdiqlənməsi yaxud ondan imtina olunmasından yox, bunu edərkən istifadə etdiyimiz yanaşmadan, yəni metodologiyadan gedir. Gəlin bunu biraz daha aydınlaşdıraq. Məsələn, Newtonun cazibə qüvvəsi ilə bağlı yekun nəzəriyyəsi, nisbilik nəzəriyyəsi yayımlanana qədər yekdil doktrin idi. Ancaq Einsteynin inqilabi nəzəriyyəsi Newton qravitasiyasının qismən xətalı olduğunu aşkara çıxardı. Belə ki, aydın oldu ki, klassik fiziki yanaşma qravitasiyanı tam olaraq açıqlamaqda məhduddur. Ancaq bu sizi çaşdırmaz. Yəni, Newton fizikası xətalı və məhdud olsa da işləkdir. Çünki biz bir çox fiziki məfhumu məhz bu nəzəriyyə ilə açıqlayır və mənalandırır. Xülasə, elmi kəşf və ixtiralar xətalı, məhdud yaxud qeyri-işlək ola bilər. Amma bu elmi yanaşmamızın yaxud elmi metodologiyamızın yanlış olduğu mənasına gəlmir. Çünki bu rakurs özündə bütün kainatı və onun qanuna uyğunluqlarını əhatə edir. Təbii ki, bundan kənar hər hansı bir kainat, məsələn, paralel kainatlar yaxud qanuna uyğunluqlar varsa istisnadır. İndi keçək dəqiq var olduğunu bilmədiyimiz kosmik varlıqların bizi ziyarət edib etmədikləri mövzusuna. Əvvəlcə qeyd edək ki, alimlər yad planetli anlayışına fokuslanarkən ancaq bizim kimi zəkalı varlıqları nəzərdə tutmur. Həmçinin mikroorqanizmlər də hədəfə alınır. Bir öncəki videomuzda qeyd etdiyimiz kimi, elm bizim arzu, istək və xəyallarımızla hesablaşmır. Digər tərəfdən bizdən, ən azından bir çoxumuzdan fərqli olaraq, elmdarlar mikroorqanizmləri tək uzaq kosmosda yox, eləcə də öz sistemimizdə axtarırlar. Ən azından onlar qaz nəhənglərinin bəzi peyklərində və Marsda bu tapıntıları aşkara çıxara biləcəklərinə ümid edirlər. Təsəvvür edin, biz hələ öz sistemimizdə olan və bizə yaxın hesab olunan planet və peykləri tam öyrənə bilməmişkən, bizim qədər yaxud bizdən daha az inkişaf etmiş qeyri-kosmik varlıqların bizi ziyarət etməsi fikri nə qədər absurd səslənir. Ancaq təbii ki, kainatın yaşını və ölçüsünü, həmçinin strukturunu nəzərə aldıqda, fırat inkişaf etmiş qeyri-planetlilərin də mövcud ola biləcəyi mümkündür.